Xannene hayanda qaldım, belə başıma dolanma. Necə mən səni itirdim, da sənin tayın tapılmaz. Sən ölən gün əmmə gəldin, məni götdü ayrı kəndə. Mən uşaq nə anlayaydım. Başımı qatıb uşaqlar, neçə gün mən orada qaldım. Qayıdıb gələndə baxdım, yerimi yığışdırıblar. Nə özün və nə yerin varmış. Hanı xannənəm soruşdu. Dediler ki xannənin aparıbla Kərbəlaya ki şəfasını oradan alsın. Səfəri uzun səfərdir. Bir-iki il çəkər gəlincə. Necə ağlaram yanıqlı. Neçə gün elə çığırdım ki səsim sinəm tutuldu. O mən olmasam yanında özü heç yerə gedəməz. Bu səfər nə olubdur mənsiz özü tək boyub gedirdi. Hamıdan acıq edərkən hamıya acıqlı baxdım. Sonra başladım ki mən də gedirəm onun dalınca. Dediler seninki tezdir. İmamın məzarı üstə uşağı aparmaq olmaz. Sen oxu Kur'an'ı tez çıx. Sen onu çıxınca bəlkə gələ xannənə səfərdə. Tələsik ravamlamaqda oxuyub Kur'an'ı çıxdım ki yazım sənə gəl indi, daha çıxmışam Kur'an'ı. Mənə sovqat al gəlirdən. Amma hər kağız yazanda ağamın gözü dolardı. Səndəki gəlib çıxmadın. Neçə il bu intizarla günü həftəni sanardım. Ta yavaş yavaş göz açtım, anladım ki sen ölübsün. Bilə bilməyə hənuz da ürəyimdə bir itik var. Gözüm axtarar həmişə. Nə yamandır bu itiklər. Xannənəcan, nə olaydı, səni bir də mən tapaydım. O ayaqlar üstə bir də döşənib bir ağlayaydım. Qolu həlqə salmış iptək o ayağı bağlayaydım ki daha gedənməyəydim. Geceler yatanda sen de beni qoynuma alardın. Necə